Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina şefi'i zunubina Ebu'l Qasim Muhammed. Muhammed ve Ali Muhammed. Ve ala alihi tayyibina tahirinel ma'suminel mukerremin. Rabbi şirah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Qala Allahu Teala fi muhkemi kitabih. Bismillahirrahmanirrahim. İnnemâ yuridullahu li yuzhiba ankumur rizse ehlel beyt ve yutahhirakum tathira. Amenne billah ve sadaqallahul aliyyul azim. Bugün Peygamber Ehl-i Beytinin kerimesi, masume ləqəbli İmam Kazım Aleyhisselam'ın kızı Fatime'nin şehadet günüdür. Bu münasibetle zamanımızın, əsrimizin imamına ve müminlere təsliyyət ərz edirik. Ne üçün biz Əhl-i Beyti sevirik? Əhl-i Beytin sevgisi ne üçündür? Görəsən bu yalnız ilahi bir əmirdir. Ona göre biz Əhl-i Beyti sevirik. Ki Allah Kur'an-ı Kerim'de Şura suresi 23. ayette buyurur: "Kul la es'alukum aleyhi ecren illel mevaddete fil qurba." De ya Resulallah, mən bu dini çatdırmağın muqabilində sizdən heç bir şey istəmirəm. Yalnız istisna var. Yalnız nə istəyirəm sizdən? El mevaddete fil qurba. Yaxınlarımı sevmək. Bu ayənin təfsirində qaynaqlardan nəql olunan hədislər bildirir ki, burada qurbadan, yaxınlardan məqsəd Peygamberin Əhl-i Beyti Aliyun, Fatimə, Həsən və Hüseyin aleyhimussalam bunlardır. Bizim Əhl-i Beyti sevməyimiz yalnız şər'i bir vəzifədirmi? İlahi bir əmr olduğuna görə, Peygamberdən gələn bir əmr və ya tövsiyə olduğuna görə mi sevirik Əhl-i Beyti? Gəlin öncə bir insanı sevməyin və ya bir insana nifrət etməyin meyarı nədir? Nəyə görə insan birini sevməlidir və ya nəyə görə birindən nifrət etməlidir? Bunu təyin eləyək. Bunun üçün bir müqəddimiyə ehtiyacımız var. Allah Subhanahu ve Teala varlıq aləmində hər şeyin əsasıdır. Hədəf Allahın özüdür. İnsan Allahı başqa məqsədlər üçün vasitə seçsə, xəta eləyib, səhv edibdir. Varlığın hədəfi Allahu Teala'dır. Kur'an-ı Kerim'de de Allah buyuruyor: "İnna lillahi ve inna ileyhi raciun." Hamımız Allah'ın ve hamımız Allah'a dönəcəyik, ona doğru dönməkdəyik. Allah Teala mütləq kamillikdir ve bu mütləq kamilliğin bir həddi yoxdur. Allah'ın kemalı vəsf oluna bilməz. İmam Zeynul Abidin Aleyhisselam dualarında buyurur: "Kelletil elsunu en gayeti sıfatih." Diller onun sıfatını vəsf etməkdə yorular. Vəsf edib bitirə bilməz. وَنْحَسَرَتِ الْعُقُولَ عَنْ كُنْهِ مَعْرِفَتِهِ. Ağıllar onun həqiqətini dərk edə bilməz. İnsanın Allah'a olan sevgisi nədən irəli gəlir? Kur'an-ı Kerim'de buyurur: "Ellezine amenu eşeddu hubben lillah." O kəslər ki iman gətiriblər, Allah'ı daha çox sevərlər, daha şiddətli şəkildə sevərlər. Allah insanı bir cür yaradıb ki, insan kamilliyi sevəndir. İnsan fitrətən, təbiətən kamilliyi sevir. Bu insanın fitrətindən, təbiətindən irəli gəlir. Kimsə bunu bizə öyrətmir, təlqin eləmir. Hər bir insan öz içində, öz daxilində, fitrətindən bunu duyur ki, kamilliyi sevir. Kamilliyi nədə görsə onu sevir. Və mütləq kamillik Allahdır, Allahdan qeyrisi deyil. Allah üçün hüdud yoxdur, məhdudiyyət yoxdur. Çünki məhdud olan Allah ola bilməz. Allah'ın elminin, Allah'ın qüdrətinin, Allah'ın hikmətinin, Allah'ın bütün o ali sifətlərinin heç bir hüdudu yoxdur. Ona görə də insan Allah'ı nə qədər vəsf etsə də, bu vəsfdə Allah layiqincə vəsf edə bilməyəcəkdir. Bir nəfər İmam Cəfər Sadiq Aleyhisselam'ın yanına gəldi. İmam ona dedi ki, Allahu Ekber, Allah böyükdür. Ekber yəni ən böyük. Nə başa düşürsən? Anladığını demək istədi. Dedi ki, yani Allahu Ekber min kulli şey. Allah hər şeydən böyükdür. İmam buyurdu, sən Allah'ı hər şeylə müqayisə elədin. Bu cür demək olmaz. Yəni sənin bu anlayışın da xətalıdır, səhvdir. Necə deyim,
Ey Peyğəmbər övladı, İmam burada Allahu Ekber min en yusef. Allah vəsf olunmaqdan da böyükdür. Yəni sən nə qədər vəsf etsən, Allahın kamilliyini təsəvvür etsən, düşünsən, xəyala gətirsən, dilivə alıb müəyyən sözlərlə bunu ifadə eləsən, yenə də yetərsizdir. O ərəblərdə, ariflərdən birinin belə bir şeiri var, məzmununu deyirəm. Deyir ki, sən bu 28 sapdan ərəb hərflərinin sayını deyir. İstəyirsən ki, Allahın əyninə libas biçəsən, amma biçə bilməzsən. Bu saplarla sən o libası toxuya bilməzsən. Yəni sözlərlə Allahı vəsf etmək yetərli deyil, yəni mümkün deyil ki, insan sözlə Allahı vəsf edə bilsin və ya Allahın həqiqətini ağılla dərk edə bilsin. Kamilliyi biz düşündüyümüzdən də yüksəkdir. İnsan fitrətən kamilliyi sevir və mütləq kamillik Allah-u Teala'dadır. Demək ki, insan fitrətən Allahı sevir. Allaha olan sevgi insanın fitrətindədir, insanın mayasındadır, təbiətən. Fitrət nədir? Xilqət deməkdir, yaradılış deməkdir. Fitratullah illəti fətərən nəsə aleyha. Deyir, din, üzünü haqq dinə tərəf tut. O din ki, Allah onu insanın fitrətində yaradıb. Fatir Allahın adlarından biridir, Xaliq, yaradan mənasındadır. Yəni fitrət dəyişilməyən bir şeydir. Allaha sevgi mümkün deyil ki, insanda olmasın. Fitrəti sağlam olan bir insan Allahı tanıyacaqsa sevəcək. Ona görə İmam Həsən əleyhissalam buyurur ki, mən arafəhu əhəbbəh. Kim Allahı tanısa onu sevəcəkdir. Çünki o kamilliyi tanıyan, o mütləqliyi dərk edən, mümkün deyil ki, o kamilliyi və mütləqliyi sevməsin. Kamilliyi və mütləqliyi sevmək insanın içərisindən gələn bir duyğudur, fitrətindən gələn bir duyğudur. İmam Əmir-il Müminin Ali ibn Abi Talib əleyhissalamın duaların birində deyir, İlahi kəfa bi izzən ən əkunə ləkə abdə. İlahi, mənim üçün izzətdir ki, sənə qul olum. Və kəfə bi fəxrən ən təkunə li Rabbə. Mənim üçün fəxirdir ki, sən mənim Rəbbim olasan. Əntə kəmə uhib və cəəlni kəmə tuhib. Sən sevdiyim kimisən, məni sevdiyin kimi et. Yəni Allah nə cür istəyirsənsə o mütləqlik, o kamillik, o sonsuzluq, sən bunları sevirsən, bunlar hamısı Allahın zatıdır elə. Allah mütləq kamillikdir, mütləq sonsuzluqdur. Heç bir hədd və hüdud yoxdur Allah-u Teala üçün. Ona görə deyir, İlahi, əntə kəmə uhib, sən mənim sevdiyim kimisən, və cəəlni kəmə tuhib, məni də sevdiyin kimi et. Demək, Allah bütün varlıq aləminin hədəfidir, məqsədidir, meyarıdır. Və buradan belə bir nəticəyə gəlib çıxırıq ki, insan Allahdan qeyrisini sevirsə, bu Allah üçün olmalıdır. Allah xatır olmalıdır. Birinə də nifrət edirsən, bu da Allah üçün olmalıdır, Allah xatır olmalıdır. Ümumiyyətlə, din Allaha olan sevgi, yəni Allah üçün olan sevgi və Allah üçün olan nifrətdən ibarətdir. Usul-u Kafidə, Şeyx Kuleynin Usul-u Kafi kitabında 1-ci cild səhifə 125-də belə bir hədis nəql olunur. İmam Cəfər Sadiq əleyhissalamdan. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Həzrət Rasulullah sallallahu aleyhi və səlləm buyurdu səhabələrinə. Eyyu'urəl imani əvthəq. İmanın hansı qulpu daha möhkəmdir? Belə bir sual verdi sahabiyə. Sahabələr öncə dedilər ki, Allah və Rasulü ələm. Allah və Rasulü bilir. Ən doğrusunu Allah və Rasulü bilir. Sonra bəziləri dedi ki, namaz. Bir qismi dedi ki, zəkat. Bəziləri dedi, oruc. Bəziləri dedi, həc və ümrə. Bəziləri dedi, Allah yolunda cihad etmək. Həzrət Rasulullah buyurdu ki, sizin bu dediyiniz hər bir şeyin fəzilətlidir, bütün bu dedikləriniz üstündür, fəzilətlidir. Amma cavab bu deyil. İmanın ən möhkəm qulpu əl-hubbu fillah vəl-bəğdu fillah. Allah üçün sevəcəksən, Allah üçün nifrət etmək. Allah dostlarına dost olacaqsan və Allah düşmənlərindən düşmən olacaqsan, onlardan imtina edəcəksən, onlarla dostluq etməyəcəksən. Hətta bir hədisimizdə də var ki, buyurur ki, səhv etmirəmsə İmam Baqir əleyhissalamdan da hədis ki, əgər xeyirli olduğunu bilmək istəyirsənsə, bax gör, sən əməli salih insanları sevirsən, ya sevmirsən. Əgər əməli salih insanları sevirsənsə, onların əməllərini sevirsənsə, səndə xeyir var. Sən xeyirli insan olacaqsın. Yox, sən əməli salih insanları sevmirsən, onların etdiyi salih əməlləri sevmirsənsə, onda sən şərr insansan. Meyar budur. Allah üçün sevmək və Allah üçün nifrət etmək. Ona görə İmam Baqir əleyhissalam digər bir hədisinə buyurur ki, Əd-din huvəl-hubb, vəl-hubbu huvəd-din. Din elə sevgidir, sevgidir və sevgi də elə dindir. Və İmam Cəfər Sadiq əleyhissalamdan bir nəfər soruşdu ki, Peyğəmbər övladı, sevmək və nifrət etmək, bu imandandırmı? İmandan irəli gəlir bu məsələ.
İmam buyurdu ki, həlil iman illəl hubbə vəl bəğd. İman sevgi və nifrətdən başqa bir şeydir məgər? İman elə bundan ibarətdir. Sevgi və nifrət. Allahı sevəcəksən, Allah dostlarını sevəcəksən, Allah düşmənlərini sevməyəcəksən, onlara nifrət edəcəksən. İbn Hayyunil Məğribi belə bir rəvayət nəql edir ki, Xorasandan bir dəstə İmam Baqir əleyhissalamın görüşünə gəldilər. Gəldilər İmam Baqir əleyhissalamın yanında əyləşiblər. İmam baxdı, gördü ki, bunlardan birinin ayağının altı çart-çartdı. Soruşdu ki, nə olub sənə belə? Dedi ki, ey Peyğəmbər övladı, uzaq məsafədən gəlirəm. And olsun Allaha ki, məni bu məşəqqətə dözmək, bu çətinliyə dözmək, məni bura gətirib çıxardan səbəb sizin sevginizdən başqa bir şey deyil. İmam ona nə buyurdu? İmam buyurdu ki, and olsun Allaha ki, sən bizimlə həşr olunacaqsan. Dedi ki, İbn Rasulullah, sizinlə həşr olunacaq. İmam buyurdu, bəli. Elə bir bəndə yoxdur ki, bizi sevməsin, Allah onu bizimlə həşr etməsin, qiyamətin günündə bizim dəstəmizdə, bizim zümrəmizdə olmasın. Sonra buyurdu ki, həliddin illəl hubb. Din sevgidən başqa bir şeydirmi? Ardınca bu ayəni oxudu. Qul in kuntum tuhibbunallaha fəttəbi'uni yuhibbukumullah. De, əgər siz Allahı sevirsinizsə, mənə tabi olun ki, Allah da sizi sevsin. Allah xatirinə məhəbbət o kəsləri sevməkdir, o varlıqları sevməkdir ki, onlar Allah yanında sevimlidirlər. Allah üçün nifrət, o kəslərə nifrət etməkdir, o varlıqlara nifrət etməkdir ki, Allah yanında nifrətə layiqdirlər. Bu prinsipdən irəli gələn müxtəlif məsələlər var ki, ona diqqət etməliyik. Birincisi budur ki, möminin dostluğu, sevgisi, razılığı, qəzəbi Allah üçün olmalıdır. Dünya və dünya mənfəətləri üçün olmamalıdır. Birinci tələb olunan budur ki, möminin sevgisi Allah üçün olmalıdır. Nifrəti Allah üçün olmalıdır. Razılıq Allah üçün olmalıdır. Bu mənim dostumdur, mən bunu razı salmalıyam, Allahın qəzəbinə səbəb olsam da belə, yox, bu cür deyil məsələ. Hətta görürsünüz, məsələn, din bizə deyir ki, valideynə itaət et, ha? Amma səni şirkə gətirib çıxarsalar, itaət düşər. Əmir əl-Mömin əleyhissalam qısa bir kəlmə ilə məsələni çox gözəl izah edir. Buyurur ki, Lə taətə li məxluqin fi məsiyyəti xaliq. Xaliqə asi çıxmaqla məxluqa itaət olunmaz. Bir əməldəki xaliqə asi çıxacaqsan, Allah qarşısında günah olacaq, bu halda məxluqun itaəti düşər. Allah üçün sevəcəksən, Allah üçün nifrət edəcəksən. Sevgin və nifrətin dünya və dünya mənfəətləri üçün olmayacaq. İkincisi budur ki, Allah üçün olan bu sevgi, Allah üçün olan bu nifrət haqq və ədalətə tabi olmağa aparıb çıxarmalıdır səni. Sən Allah üçün sevdiyin şəxslərlə Allah yolunda bir yerdə olmalısan həmişə. Elə mən sevirəm, kənarda durmuşam, bu cür deyil məsələdir. Tək dildə sevgi yetərli deyil. Çünki birisi də sevginin də mərhələləri var. Yalnız dildə sevənlər var, bu münafiqlərdir. Həm dildə sevir, həm qəlbdə sevir. Amma əməldə bir göstərə bilmir bunu, müəyyən səbəblərdən dolayı. Mömin də zəifdir. Sevgi sən bütün varlığında öz əksini tapmalıdır. Qəlbində də, dilində də və əməllərində də aşkar olmalıdır, zahirə çıxmalıdır. Və üçüncü məsələ budur ki, bu prinsip bizə xeyir işlər görmək, pis işlərdən çəkinməyə gətirib çıxarmalıdır, səbəb olmalıdır. Biz Allahı razı salacaq işləri yerinə yetirməliyik. Biz ailəmizi, yaxınlarımızı, dostlarımızı Allahın razı olduğu işlərlə razı salmalıyıq. Yox ki, onların havai nəfsinin istədiyi işlərlə onları razı salaq. Bu cür deyil məsələ. Bəzən görürsən, sual verirlər. Deyirlər ki, məni məsələn toya çağırıblar. İçkili məclisdir. Filan, yəni müəyyən haram ünsürlər var bu məclisdə. Şəriət baxımından da haramdır insanın gedib belə bir məclisdə iştirak etməsi. Getməsəm inciyəcəklər, küsəcəklər, məcbur qalıb gedirəm. Hamımız qarşılaşırıq bu məsələlərlə. Burada birinci bunu düşünməliyik. Mənim ora getməyim Allahımın istəmədiyidir, onun istədiyidir. Mən Allahı razı salmalıyam, yoxsa bəndəni razı salmalıyam? Əmir əl-Möminin nə buyurdu? Buyurdu ki, Lə taətə li məxluqin fi məsiyyəti xaliq. Allaha asi çıxmaqla məxluqa itaət olunmaz. Allahın qəzəbinə səbəb olasın, amma nədir? Bəndəni razı salasan, bu cür deyil məsələ. Allahın razılığını o vaxt qazanacaqsan ki, etdiyin əməldə də Allahın rizası var. Allahı qəzəbləndirəcək əməllərlə Allahı razı salmaq mümkün deyil. Günah əməllə Allah razı salınmaz. Və buradan gəlib çıxırıq ki, yaxşı, Peyğəmbər və Əhl-i Beytinin sevgisi nə üçün sevirik? Ki, Quran-ı Kərim bunu buyurub, Quranın əmridir, Allahın əmridir.
Bu təkcə bir şər'i vəzifə deyil, bunun bir əqli dəlili də var, bunun bir fəlsəfəsi var, bunun bir hikməti var. İnsan ilahi kamillikləri Allahın Əsma-ül Hüsnəsinin və Allahın sifətlərinin məzhəridir, göstəricisidir. İnsan elə bir varlıqdır ki, kamil insan bütün o ilahi kamillikləri özündə əks etdirə bilir. Sanki bir güzgüyə çevrilir, ilahi kamilliklər o güzgüdə əks olunur. Bu o zaman baş verir ki, insan Allahı haqqı ilə tanısın. Mərifətdə haqq mərifətə gəlib çata bilsin. Qəlb ki, Allahın hərəmidir, əğyarı buradan qova bilsin, başqalarını buradan qova bilsin, qəlbi saflaşdırsın, qəlb Allaha xalis olsun, evdə evin həqiqi sahibi olsun. Bundan sonra insan gəlir bu məqama çata bilir. Ki, insan mənəvi seyrin mərhələlərini keçsin, ruhu o mütləq kamilliyə gəlib çata bilsin, Allah-u Teala'ya qovuşa bilsin və bütün hicabları dəlsin, yalnız bədən qəfəsi olan bu hicab qalsın. Ki, bu bədən qəfəsi olan bu hicab, bu Allahın istədiyi anda insan bundan da qurtulacaq. Ölüm baş verəcək və insan bundan qurtulacaq. Əmir əl-Mömin əleyhissalam müttəqilər xütbəsində, təqvalılar barəsində danışarkən, onları hallarını vəsf edir, mənəvi hallarını belə bir kəlmə vurur ki, deyir ki, onların cisimləri bu aləmdədir, ruhları isə aləm-i qudsiyə bağlıdır. Əgər Allahın yazdığı əcəl olmasa, bir göz qırpımı belə ruhları bədənlərində qalmaz. Niyə? Allaha olan şövqdən dolayı. İmam Sadiq əleyhissalam görünə buyurur, bu çox gözəl bir hədisdir. İmam Sadiq əleyhissalam buyurur ki, Əl-arifu şəxsuhu mə'əl xəlq və qalbuhu mə'allah. Arif o kəsdir ki, yəni Allah həqiqi tanıyan, o kəsdir ki, onun deyir, şəxsi, yəni bu zahiri varlığı xəlqlə bir yerdədir, insanlarla bir yerdədir. Və qalbuhu mə'allah, qəlb isə Allahlandır. Ləv səha anilləhi tərfətə aynin, bir göz qırpımı qəflətdə olsa Allahdan, bir göz qırpımı Allaha unutsa, ləmətə şəvqən iləyhi, Allah olan şövqdən dolayı ölər. İnsan nə vaxt darıxır? Sevdiyin yanında olmayanda darıxırsan. Allahın kamil bəndələri, kamil insanları o insanlardır ki, onlar hər zaman Allahlandır. Hər zaman, hər an Allahlandır. Bir an, bir ləhzə Allahdan qəflətə düşsə, ki Allah bir an yaddan çıxsa, nə olar? Şövqdən deyir, qəlbi partlayır, o ölər. Ona görə də Əmir əl-Mömin əleyhissalam Kumeyl duasında nə deyir? Deyir ki, fəhəbni sabartu alə əzabik, fəkeyfə əsbiru alə firaqik. İlahi, tutaq ki, sənin əzabıva dözdüm, amma ayrılığa necə dözə bilərəm? Hər an Allahlandır. Ona görə deyir, ayrılığa necə dözə bilərəm? Biz baxıb görürük ki, bu məqama çatan kimlərdir? Peyğəmbər və onun əhl-i beytidir. Ki, Həzrət Rasulullah sallallahu aleyhi və səlləm və onun əhl-i beyti mütləq kamilliyə qovuşan insanlardır. Mənəvi seyirlərin bütün mərhələlərini fəth edən insanlardır. İlahi kamillikləri özlərində əks etdirdiklərinə görə biz onları sevirik. Biz onlarda o kamillikləri görürük, ona görə də onları sevirik. Çünki insan fitrətən kamilliyi sevəndir, bayaq müqəddimədə dediyimiz kimi. Və biz bu kamilliyi kimdə görsək, şəxsiyyətindən, adından, irqindən, nə bilim, milliyyətindən asılı olmayaraq hər hansı bir insanda o ilahi kamilliklər əgər cəm olubsa və biz bunu onda görsək, istər-istəməz onu sevəcəyik. Biz bunu Peyğəmbərdə bulduq, tapdıq. Biz bunu Əhl-i Beyt imamlarında gördük, ona görə də Peyğəmbər və Əhl-i Beyt imamlarını sevdik. Amma eyni zamanda da görürük ki, Peyğəmbər və Əhl-i Beyt daha çox zülmə məruz qalıb. Nə idi bunların günahları? Niyə Peyğəmbər və Əhl-i Beyt bu qədər zülmə məruz qaldı? Xüsusilə də Peyğəmbərdən sonra onun Əhl-i Beyti bu qədər məzlumiyyət çəkdi. Bəzən görürsən, Şiə məzhəbini ittiham edirlər ki, siz yalnız məzlumiyyət təqdim edirsiniz, yalnız hüzün, kədər, ağlamaq. Biz nə deyək ki, bizim tariximiz budur. Biz nə deyək ki, kamil insanlara qarşı naqis insanlar bu zülümləri törədiblər. Onlara bu işgəncələri, bu əziyyətləri veriblər. Biraz mövzudan kənara çıxıb bir şey deyəcəm. Bir dəfə ərəblərlə Bibi Heybət xanım Həkimə salamullah aleyha, ki o da Fatimə Məsumənin bacısıdır, İmam Rıza əleyhissalamın bacısıdır, İmam Kazım əleyhissalamın qızıdır. Onun qəbri şərifinin, hərəminin yanından keçirdik. Ərəb məndən soruşdu, bu nə məsciddir? Dedim ki, bu Fatimə-tü Suğra deyilir. Biz ona Həkimi və ya Bibi Heybət deyərik. Amma mənbələrdə Fatimə-tü Suğra. İmam Kazım əleyhissalamın qızıdır. İmam Kazım
silsiləni saydım, ta gəldim Rasulullah'a çatdım ki, yəni bu nəsildəndir. Dedi, bizdə belə şeylər yoxdur. Dedim, olmaz da, hamısını qovmuşsunuz, öldürmüşsünüz, zülm eləmişsiniz, qaçıb gəlib sığınıblar buralara, uzaqlara. Əgər sevsiydiniz, onları sizdə o ehtiramı, o hörməti göstərdiniz, sizdə olacaqdı bu qəbirlər. Amma siz zülm etmişsiniz bunlara, əzab vermişsiniz bunlara, işgəncə vermişsiniz. Siz verməsə, yəni əcdadınız verib bunlara. Nə idi Əhl-i Beytin günahı? Buna görə idimi ki, onlar pak idi, Allah onları pak yaradıb. İnnəmə yuridullah liyuzbə ankum risi əhləl beyt və yutahhirakum tathira. Ki, ey Əhl-i Beyt, Allah yalnız sizdən ricsi, bütün çirkinlikləri, mənəvi çirkinlikləri, maddi çirkinlikləri sizdən uzaqlaşdırmaq istəyib və sizi pak-pakizə edib. Pak olduqlarıdır onların günahı məgər. Yoxsa onların günahı budur ki, Peyğəmbər buyurur ki, mənim Əhl-i Beytimin məsəli Nuhun gəmisinin məsəli kimidir. Kim o gəmiyə minərsə nicat tapar, kim o gəmidən uzaqlaşarsa, yayınarsa, qərq olub, suda məhv olub gedər, həlak olar. Əli əleyhissalamın nə idi günahı? Əli əleyhissalamın günahı buydu ki, Peyğəmbər dedi, Ənə Mədinətül əlim və Əliyyün babuha, mən elmin şəhəri və Əli onun qapısıdır. Yoxsa Peyğəmbər dedi ki, Əli, sən dünya və axirətdə mənim qardaşımsan. Ey Əli, sənin mənə nisbətin Harun Musaya olan nisbəti kimidir, yalnız məndən sonra heç bir Peyğəmbər yoxdur. Mən kimin mövlasıyam, Əli onun mövlasıdır. Başqalarına heç nə qalmadı. Bütün kamillikləri bunlar topladı özlərində, bunlar cəm etdi özlərində. Yoxsa Əli əleyhissalamın günahı buydu ki, Əmr ibn Əbdüvədlə döyüşə çıxanda Xəndək döyüşünə Peyğəmbər onun barəsində buyurdu ki, Bərəzəl imanı kulluh aləşşirki kullih. Bütün iman, bütün şirkə qarşı döyüşə getdi. Əli əleyhissalam bütün iman oldu. Naqis insanlarda Əli əleyhissalamı sevmək yerinə qısqançılıq yarandı. Bu qısqançılıq, bu kin, küdurət zaman nifrətə çevrildi. Bu nifrət zülmə çevrildi. Bəlkə də Əli əleyhissalamın ən böyük günahı budur ki, bu günahın da kəffarəsi yoxdur. Bəlkə ən böyük günahı budur ki, Allah insanlardan Allaha inam, Peyğəmbərə inam, axirətə inamı qiyamət günü soruşduğu kimi Əli əleyhissalamın vilayət və imamətini də soruşacaq. Buna görə bəlkə günahı var. İbn Həcər Əs-Səvaiqil Muhriqə kitabında yazır. Əhl-i Sünnə alimlərindəndir. Quran-ı Kərimdə Allah Teala Saffat surəsi 24-cü ayədə buyurur, Vaqifuhum innəhum məs'ulun. Saxlayın onları, onlar soru-sual olunacaqlar. Qiyamətə aid bir ayədir. Saxlayın onları, onlar soru-sual olunacaqlar. Qiyamətdə hər kəs soru-sual olunacaq. Bu şəksiz və şübhəsizdir. Çünki qiyamətin adlarının biri Yevmül Hesab, soru-sual günüdür. Bu xüsusi bir zümrədir ki, Allah deyir onları saxlayın, onlar soru-sual olunacaqlar. Bu barədə İbn Həcər yazır ki, onlar Əli ibn Əbi Talibin vilayəti barəsində soru-sual olunacaqlar. Əhməd ibn Həmbəldən soruşdular ki, Muaviyyənin fəziləti barədə bu hədislər falanlar, nə deyirsən bunlara? Dedi, bir dəstə insanlar var, bunlar Əli ibn Əbi Talibə nifrət etdilər. Əlidə eyb axtardılar, amma o eybi tapa bilmədilər. Bundan sonra getdilər elə bir adama istinad etdilər ki, Əliyə düşmənçilik eləyir. Başladılar onu tərifləməyə, onun barəsində fəzilətlər uydurmağa ki, Əlini gözdən sala bilsinlər. Heç bir eyb tapa bilməzlər və heç vaxtda tapmayacaqlar. Peyğəmbər və Əhl-i Beytində heç bir eyb yoxdur, heç bir nöqsan yoxdur. Bax, ona görə sevirik ya biz bunları. Saf fitrətlə, sağlam düşüncə ilə, əgər bunlar da Peyğəmbər və Əhl-i Beytə baxsalar, tanısalar sevəcəklər. Amma nəfs qoymur, kin-küdurət qoymur, qısqanclıq qoymur, həsəd qoymur, paxıllıq qoymur. Bir nöqsan tapa bilməyəndə başladılar iftiralar atmağa. Peyğəmbər və Əhl-i Beytinə iftira atılır. Necə ki, Peyğəmbərə iftiralar atılıbdır. Əli əleyhissalama da o cür iftiralar atdılar. Peyğəmbər sahabəsi var, Haşim Əl-Mirqal. Siffin döyüşündə Əli əleyhissalamın yanındadır. Siffin döyüşündə düşmən tərəfdən bir gəncdir, çox da güclü birisidir. Qarşısına çıxanı deyir, qılıncdan keçirir. Deyir, Haşim deyir, yaxınlaşır ona. Deyir, səndən bir kəlmə söz deyim, sonra döyüşü davam elə ginən. Deyir, sən ki, bu cür insanları öldürürsən, sən qiyamətdə bunun cavabını verəsən ha. Sən elə ki, qarşına çıxanı vurursan, öldürürsən. Sən bunların məsuliyyətini dərk eləyirsən. Deyir ki, sahibukum lə yusalli. Eşitmişsiniz, sizin bu sahibiniz başınızda duran, namaz qılan deyil. Deyir, necə namaz qılan deyil? Peyğəmbərlə ilk namaz qılan bu şəxsdir. Peyğəmbərlə namaz qılan, Peyğəmbərlə ilk namaz qılan, gedin açın baxın, Sünən-i Nisai, böyük alimlərdəndir, Kutub-i Sittənin müəlliflərindən biridir. Xasa isə Əmir-il Müminin kitabını yazıb, Əmir-el-Müminin Əli ibn Əbi Talibin xüsusiyyətləri adında bir kitab yazıb. Gəlib Şama, Dəməşq şəhərinə. Görür ki, insanlar Əlini tanımır. Muaviyyənin hiləsi buydu, bax. Əli əleyhissalamı dindən uzaq, namazsız birisi kimi, dinsiz birisi kimi tanıtdırır.
Görür ki, insanlar Əli ibn Əbi Talibi tanımırlar. Pis təsir eləyir buna. Əli əleyhissalam barədə hədisləri başlayır söhbət eləməyə. Və bunları da yazır. Sonradan kitab şəklində çıxıb, Əmir el-Möminin Əli ibn Əbi Talibin xüsusiyyətləri təqribən 188-186 hədis toplayıb orada. Ki, əksəriyyəti də səhih hədislərdir. Orada da qeyd edir ki, Peyğəmbərlə ilk namaz qılan kimdir? Əli ibn Əbi Talib əleyhissalamdır. Əli Peyğəmbərlə ilk namaz qılıb, necə namaz qılmır? Əli Kəbədə doğulub, sən nə danışırsan? Deyir, doğrudan belədir, deyir, ana. Döyüşü, deyir, atdı, çıxdı, getdi. İmam Hüseyin əleyhissalam Kərbalada döyüşün ortasında namaza başlayır. Şimir baxır, nə deyir? Deyir ki, ey Hüseyin, sənin namazın onsuz da qəbul olmayacaq. Allahu Əkbər. Gör insanlar nə qədər həyadan, məsuliyyətdən, vicdandan uzaq bir insanlardır. Ki, Allah İmam Hüseynin namazını mı qəbul etməyəcək? Ey Şimir, Allah sənin İmam Hüseyni qətlə yetirməyinlə bu əməli qəbul edəcək də İmam Hüseyin əleyhissalamın namazını qəbul etməyəcək. Muaviyyə İmam Həsən əleyhissalamı zəhərlətdirib öldürdü, xəbər gəlib ona çatanda şükür səcdəsi etdi. Yezid ibn Muaviyyə, əlində ağac var da, bilirsiniz, o İmam Hüseyin əleyhissalamın mübarək başına ki, vururdu ağacla dodaqlarına. O ağacın üstündə yazılmışdı, La ilahə illallah Muhammedun Rasulullah. Allah. Ona görə də Əhl-i Beyt çox zülümlər çəkib, çox məzlumiyyətlər çəkib. Haqsız yerə bu məzlumiyyətləri çəkiblər. Heç kəs qınamasın bizi Əhl-i Beyti, Peyğəmbər və onun Əhl-i Beytini sevməkdə. Çünki biz bu sevgidə haqlıyıq. Biz kamillikləri görüb sevmişik. Yoxsa bizim çoxumuzun heç nə qan bağı var, nə irq, millət bağı var onlarla. Pak insanları gördükdə sevərlər. Amma nöqsanlı insanlar, pak insanları görəndə ona qarşı içində qısqançlıq yaranır. Onda da nöqsan tapa bilməyəndə başlayır ona neynəmə iftiralar yaxmağa, sonra başlayır ona zülm və əziyyətlər verməyə. Dünya belədir. Həmin məzlum Əhl-i Beyt nümayəndələrindən biri də Fatimə Əl-Məsumədir ki, bugün onun şəhadət günüdür. İmam Kazım əleyhissalamın qızıdır. Şeyx Müfid nəql edir ki, İmam Kazım əleyhissalamın Fatimə adında 2 qızı olub. Bilirsiniz, İmam Kazım əleyhissalamın övladlarının sayı çox olub. 17 qız, 18 oğlan. Müxtəlif rəvayətlər var. Orta rəvayət budur. İbn-i Cəvzi Əhl-i alimlərindəndir. İbn-i Cəvzi yazır ki, İmam Kazımın, yəni Musa ibn Cəfərin 4 qızının adı Fatimə olub. Fatimətül Suğra, Fatimətül Kubra, Fatimətül Vusta. Dünyaya gəlişi barədə də məlumatlar fərqlidir. Bəziləri hicrətin 173-cü ilində, bəziləri 179-cu ilində, hətta 183, yəni İmam Kazım əleyhissalamın şəhid olduğu ildə dünyaya gəldiyini deyən rəvayətlər də var. Vəfat isə hicrətin 201-ci ilindədir. Yəni xanım vəfat etdikdə, əslində şəhid olduqda, çünki vəfatının səbəbi var ki, səbəbi araşdırsaq görəcəyik ki, burada da bir məqsədli şəkildə xanımın qətlə yetirilməsi var. Görürük ki, 20 yaşdan biraz yuxarı, 20-30 yaş arasında olubdu xanım. Ən məşhur ləqəblərindən biri də Məsumədir. Əhl-i Beyt övladlarının içərisində bu ləqəb demək olar ki, yalnız elə Fatimə bint İmam Kazım ona verilibdir. Məsumə. İmam Rıza əleyhissalam buyurur, deyir, Mən zarəl məsumətə fi qum fələhul cənnə. Hər kəs qumdakı məsuməni ziyarət etsə ona cənnət bəxş olunar. Həmçinin kərimətü əhlil beyt dedilir, Əhl-i Beytin kəriməsi, Əhl-i Beytin şərəfli xanımı. Evlənməmişdi. Müxtəlif səbəblər var ki, nədən evlənməmişdi, niyə evlənməmişdi. Birincisi budur ki, ona layiq birisi olmamışdı. İkinci budur ki, Əbbasi xəlifələri bilirsiniz, Əhl-i Beytə qarşı Əməvlərin etmədiyini etdilər. Xüsusilə də İmam Kazım əleyhissalam bir neçə dəfə həbs olunub. Çox zülümlərə məruz qalıb İmam Kazım əleyhissalam. Və insanlar İmam Kazımla qohum olmaqdan belə qorxurdular. Heç kəs deyir, onun övladlarına elçi düşmürdülər, qorxurdular ki, onlara da bu əzab, əziyyət toxunacaq, dəyəcək. Yəni, dünyaların dinlərindən üstün tutdu. Zəif insanlar bu cürdür. Biz elə həyatımıza baxaq, görür ki, biz də bu cür zəif insanlardanıq. Və necə oldu, gəldi xanım Fars diyarında, qumda dəfn olundu. Tarixi mənbələrə baxdıqda, bilirsiniz də, İmam Rıza əleyhissalam Xorasana aparılmışdı Məmunun dönəmində. Mədinədən 2 kərvan çıxıb. İmamın qardaşları, bacıları Xorasana gəlmək istəyiblər. İmam Rıza əleyhissalamın yanına gəlmək istəyiblər. Hətta bəzi tarixçilər yazırlar ki, bunun arxasında məqsəd, necə ki, Şeyx
Baqir Şərif Qurəşi yazır ki, İmam Rıza əleyhissalam məktub yazır Məsuməyə ki, gəl. Çox bağlılıqları vardı bir-birinə. 2 dəstə çıxır, dəstənin biri Şirazda qarşılarını kəsib qətlə yetirirlər. İmamın orada 3 qardaşı olub. İkisini şəhid eləyiblər, biri isə gizlənib və ömrün sonuna kimi orada yaşayıb, orada da vəfat eləyib və orada dəfn olunubdur. Bir dəstə də xanım Fatimə Məsumənin gəldiyi dəstədir ki, Sava kəndinə çatdıqda orada onların qarşısını kəsdilər. Qarət elədilər, qətlə yetirdilər. Gözünün qarşısında qardaşları qətlə yetirildi, qardaş uşaqları qətlə yetirildi. Bunlar hamısı deyir, xanıma pis təsir etdi. Ürək xəstəliyinə tutdu xanım, ürək dərd çəkdi, böyük bir dərdə mübtəla oldu. Halı deyir, pisləşdi, soruşdu ki, bura yaxın hansı şəhər var? Dedilər ki, Qum var. Dedi, mən ora aparın. Və orada Musa bin Xəzrəc Əşəri adında birisi xanımı qarşıladı, 17 gün onu öz evində saxladı. Xanımın həmin evdə qaldığı müddətdə namaz qıldığı müsalla, indiyə kimi ziyarət yeridir, Beytun Nur deyilir, Nur evi deyilir həmin yerə. Şiyə nəzərində xanımın çox böyük məqamı var. Çünki nəql olunan hədislər bunu göstərir ki, xanım Fatimə Məsumə həddən artıq böyük bir şəxsiyyətdir. İmam Rıza əleyhissalam buyurur ki, mən zarəhə kəmən zarəni, ki, Məsuməni ziyarət eləyən, məni ziyarət edən kimidir. Və yaxud da İmam Cavad əleyhissalam buyurur ki, mən zarə qabrə əmməti biqum, arifən bihaqqiha fələhul cənnə. Hər kəs bibimin Qumda olan qəbrini ziyarət etsə, arifən bihaqqiha, bu şərti qoyur ki, haqqını tanıyaraq. Əhl-i Beytin haqqını tanımaq İslamın haqqıdır. O necə ki, İmam Rıza əleyhissalam bilirsiniz də, Xorasana gedəndə Nişapurda İnsanlar yığışırlar, gözləyirlər ki, Peyğəmbər sülaləsindən, Peyğəmbər övladı gələcək, ondan bir hədis eşidək. Bir il insanlar yığışıb, İmamdan hədis istədilər. İmam dedi, la ilahə, Allah buyurdu. Silsilə-i Zəhəbiyyə deyilir də bu hədisə, məşhur hədisdir. İmam atasından ta Əli ibn Əbi Talib əleyhissalamdan, Rəsullahdan, Rəsulullah, Cəbraildən, Cəbrail, Allahdan ki, Allah buyurdu, la ilahə illallah husni, fəmən dəxələ husni əminə min əzabi. La ilahə illallah mənim qalamdır. Kim mənim qalama daxil olsa, əzabımdan amandadır. Çoxları da bilirdi bu hədisi. İmam gedəndə bir ayağı atın üzəngisində idi, bir ayağı yerdə. Bu sözü də dedi ardıncan. وَلَكِنْ بِشَرْتِهَا وَشُرُوتِهَا. Yəni, məsələ bu qədər bəsit deyil. La ilahə illallah deyəsiz, Allahın əzabından qurtulacaqsınız. Yox. Bu əməvi İslamıdır. Bu zahir İslam, Resulullahın gətirdiyi İslam deyil. Lakin بِشَرْتِهَا وَشُرُوتِهَا. Şərti ilə və ənə min şərtihə. Şərtlərindən biri də mənəm. Yəni, imamətdir. Yəni, Peyğəmbər Əhl-i Beytinin imamətidir, vilayətidir. Və kim bu haqqı tanıyaraq ziyarət edərsə, fələhul cənnə. Ona cənnət nəsib olar inşallah. Və ilk xanımı Əhl-i Beytdən ziyarət eləyən İmam Cavad əleyhissalamın Zeynəb adında bir qızı olub. Gəlib bibisinin qəbrini ziyarət edib və qəbr üstündə günbəzi tikdiribdir. Sonradan, bilirsiniz, Şah Təhmasibin dönəmində, Səfəvilər dönəmində hərəm genişləndirildi. Daha sonra Qacarların dönəmində qızıl günbəzlər və ətrafında məscidlər tikilməklə böyük bir elm mərkəzinə çevrilmişdir. Xanım Fatimə Məsumə sıradan bir imamzadə deyil, yəni Əhl-i Beyt nəslindən olan sıradan bir insan deyil. Həyatından bu məqamı nəql edeyim, inşallah söhbətimizi yekunlaşdıracağıq ki, bir gün gəlirlər, Küfədən gələnlər vardı, Mədinəyə İmam Kazım əleyhissalamdan sual soruşacaqdılar. Suallar da qədimdə belə deyil ki, mənim adımdan da filan şeyi soruş. Yazırdı sualın, gedən adama verdilər ki, apar bunu ver, imam bunu oxusun, sualımı cavablandırsın. Bir dəstə gəlib, çoxlu da suallar var yanlarında. Gəlirlər, İmam Kazım əleyhissalam Mədinədə deyil, Mədinədən kənardadır. Fatimə Məsumə sualları cavablandırır. Bütün sualların cavablarını yazır. Bunlar da deyirlər ki, imamın qızıdır, verdiyi cavab doğru cavabdır. Sualları götürüb çıxırlar. Mədinədən çıxanda yolda İmam Kazım əleyhissalamdan qarşılaşırlar. Və hadisəni İmam Kazım əleyhissalama danışırlar. İmam Kazım əleyhissalam sualları alıb cavablara baxır, görür ki, bütün suallar doğru və dürüst cavab verilib. İmam Kazım əleyhissalam orada 3 dəfə belə deyir, fidəhə əbuha, atası ona fəda olsun. Atası ona fəda olsun, atası ona fəda olsun. Allahdan istəyimiz budur ki, Allah Teala Peyğəmbər və Əhl-i Beytinin bu dünyada ziyarətlərini, axirətdə bizə şəfaətlərini nəsib eləsin inşallah.
və bizə xanım Fatimə Məsumənin ziyarətini, xüsusilə də xanım Fatimə Məsumənin qiyamətin günündə hər kəsin o ehtiyaclı olduğu gündə şəfaətin nəsib eləsin inşallah. Bütün dualarımızın qəbulü üçün Peyğəmbər və pak Əhl-i Beytinə salavat zikr edək.